Son zamanlar məktəblərdə müşahidə olunan narahat edən mənzərə cəmiyyətdə də dərin suallar doğurur. Nəyə görə müəllim səsini qaldırmaqdan, tələbkarlıq göstərməkdən çəkinir, amma şagird öz istədiyini deməkdə, hətta kobud davranmaqda azaddır. Müəllimə qarşı hörmətsizlik, aqressiya və itaətsizlik hallarının artması artıq tək-tük hadisə deyil, sistemli bir problemə çevrilməyə başlayıb. Bəziləri bunu yeni nəsil azadlığı kimi dəyərləndirir. Əslində bu azadlıq yox, məsuliyyətsizliyin və cəzasızlığın nəticəsidir. Təhsil sistemi sanki balansını itirib. Müəllim qorxur, şagird isə özünü bir hökmdar kimi aparır. Bu vəziyyətin kökündə nələr dayanır? Tərbiyə boşluğu, valideyn nəzarətsizliyi, yoxsa müəllim nüfuzunun zəifləməsi? Təbii ki, bu bütün şagirdlərə və müəllimlərə şamil olunmur. İstisnalar var. Mövzu ilə bağlı Məzahir Məmmədlinin fikirləri var. İzləyək. Nazirlik tərəfindən təsdiq olunmuş qaydalar qüvvəyə minib. Yəni ilk olaraq bir neçə şəhər məktəblərində pilot layihə kimi həyata keçirildi ki, bunun effektivliyi özünü göstərəndən sonra digər məktəblərə də şamil olunacaq. Artıq biz bir il ərzində bunu müşahidə edirik ki, şagirdlərin etik davranış qaydaları ilə bağlı təxminən bir 20 bənddən, 50 yarım bənddən ibarət qüvvədə olan bu qanun, qayda görünür ki, yetərincə işləmədi və yaxud da ki, oradakı göstərilən maddələr bugünün məktəbi üçün uyğunlaşa bilmədi. Bu ancaq onunla əlaqədardır ki, bizim ənənəvi təhsildən qalma, bəzi deyək ki, qaydalarımızı təmiz sıradan çıxartdıq. Bu, müəllim nüfuzunun qorunub saxlanmasına yardım edən, kömək edən vasitələr idi ki, xüsusilə durmaq istəyirəm qiymətləndirmənin üzərində. Bilirsiniz ki, ümumi təhsil məktəblərində qiymətləndirmə qaydalarında da bir dəyişiklik var. Yəni, şagird əgər müəllimin qiymətləndirməsində 2 qiymətləndirilirsə, ənənəvi təhsilə görə o sinifdən sinifə keçə bilmirdi və yaxud da ki, attestat ala bilmirdi. Amma indiki halda artıq onun attestat almaq kimi bir problemi yoxdur, sinifdən sinifə keçmək kimi bir problemi yoxdur. Ona görə də şagirdlər müəyyən qədər müəllimlərin üzərinə səs qaldıra, uyğun olmayan hərəkətlər eləməyə başlayıblar. Yəni, ümumi mənzərədə biz müşahidə edirik ki, müəllimlərlə şagirdlər arasında bu, belə deyək, həm sosial şəbəkələrdən asılı olan şagirdlərə, həm davamiyyəti zəif olan şagirdlər, akademik göstəriciləri zəif olan şagirdlərlə müəllimlər arasında həmişə konfliktlər, problemlər yaşanır. Bəzən bu çox kobud bir müstəviyə keçir. Ona görə də mən düşünürəm ki, bizim ənənəvi təhsildən qalma, qiymətləndirmə üsulumuzda dəyişiklik olmalıdır. Yəni, bu hal əgər olarsa, o halda müəllimlərin şagirdlərin üzərindəki nüfuzu bərpa oluna, arta bilər. Ona görə də artıq şagird məsuliyyət hiss edəcək. Biləcək ki, bunun qiymətləndirməsində uyğun olmayan qiymət alsa, aşağı qiymətlər alsa ki, sinifdən sinifə keçə bilməyəcək və yaxud da ki, ümumi nəticəsinə təsir edəcək, attestatdan ala bilməyəcək.